Değerli şagirdlər, abituriyentlər, izləyicilər. Bu dərsimizdə Rəsulzanın Qızılgül olmayaydı poemasından danışacaq. Qızılgül olmayaydı poemasının toxunduğu mövzu tariximizin ən qara səhifələridir. Bu o qədər qara səhifələrdir ki, tariximizin elə acı dövrüdür ki, biz hələ o qara səhifənin ləkəsindən, o qara səhifənin yaratdığı o qaranlıqdan qurtula bilməmişik. 37-ci il repressiyası Azərbaycan xalqının genofonduna elə bir zərbə vurubdur ki, bu xalq hələ də zülmün, şərin altında əzilərək yaşayır. Yəni, bu əzilmədən qurtara bilmir. Rəsulzanın bu poeması ona görə qiymətlidir ki, o ağrıları, acıları, insanın şəxsiyyətinin şəxsiyyətsizləşməsi prosesini demək olar ki, olduğu kimi əks edir. Poemanı oxuyanda görürük ki, Rəsulzanda bir çaşqınlıq, bir çaşbaşlıq, bir məntiqsizlik, bir dolaşıqlıq fikirlərində, dünya görüşündə dolaşıqlıq müşahidə olur. Yəni, Rəsulza bəzən öz-özünü təksib edir. Çünki dövrün acılarını təsvir eləyəndə özünə bəraət qazandırmaq istəyəndə, etiraf eləmək istəyəndə ciddi şəkildə dolaşır. Birincisi, bu şeir Sovet hökumətinin, poema Sovet hökumətinin hələ qılıncının arxasının da qabağının da kəsdiyi dövrdə yazılıb. Şairin canındakı qorxu hələ getməyib. 37 repressiyası bitibdirsə də, 37 repressiyasının belə deyək ki, ifşa dövrü başlayıbdırsa da, amma hələ də başlasa da, hələ də qorxu, ürkü insanların canından getir. Ən qəribəsi odur ki, həmin qorxu, ürkü bugün də bu xalqın canından getir. Xalqın gözü o vaxt necə qırılıbdırsa, hələ də xalqda o cəsarət, o güc, o necə deyərlər, qüvvə hələ görünmür. Bir xalqın intellektual kəsimi 37-ci repressiyasında məhv edilir. Qalan intellektuallar da manqurtlaşıb qalıb. Bunu Rəsulza özü də etiraf edir. İndi mən düzdür, orta məktəb dərsində poemanın çox kiçik bir hissəsi verilib. Mən həmin poemanın özətini, yəni orta məktəb dərsində verilən özəti bu hissədə gördüyünüz səhifədəcə vermişəm. Amma bəzi məqamlara da toxunacaq. Əvvəlcə dərslikdə olan hissədən danışaq. Burada parça-parça vermişim. Gizə deyir, qapı döyüldü, görəsən kimdir gələn, kimsən mən və mən deyir, bu qadını tanımadım. Nimdaş paltarda, kasıb paltarda. Heç cür tanımaq mümkün deyildi, deyir. Saçı ağarmış. Bir başını qaldıranda gözlərinin bircə anlıq gözlərinə sataşdı. Elə bir kimsə birdən köhnə tanış kitabın səhifəsini açdı, yenə qapandı kitab. Gözlərini sataşanda Rəsulza bu qadını elə bir sanki tanıyır. Gələn qadını sanki tanıyır, amma yenə deyir, xatırlaya bilmir. Çox beynini çözəliyir və xatırlayır ki, bu deyir, tanıdınız mı? Dedin, tanıdım. Bu sən idin, onun dilbəri. Xatırlayır ki, bəli, bu Mikail Müşfiqin həyat yoldaşı dilbəri. Onların qapısına gəlib. Bir səsimizi eşitdi, tez gəldi şairə də elə bir göz yaşları sözün yolunu kəsdi, çöktü, aralığa dərin bir sükut, sussan, onda mənə qulaq as. Deməli, qadın danışa bilmir, körəlir. Əvvəlcə hələ şairə gələnə qədər körəlir, dolur, özünü ağlamaqdan bir təhər saxlayır. Sonra şairə gələndən sonra rəhli ağlayırlar. Söhbət Nigar Rəfibəylidən gedir, Rəsulzanın yoldaşından.
Bəlkə ağlayırlar, sonra da yenə danışmır. Bu danışmamaq, susmaq Rəsulzanın ürəyini bərk sıxır. Deyir ki, hər şeyə dözərdim, əlimi belə odun üstündə saxlayıb dözərdim bir neçə saniyə, amma bu susmağa deyir, sənin susmağına, baxışlarına dözəm. Niyə dözəmir? Şair özünü çox bərk ürkər hesab edir. O istəyir ki, ona arıqlansın, hissini, hikkəsini töksün və bu qadın rahatlaşsın. Bu da belə deyək ki, öz cəzasını alıb rahatlaşsın. Rəsul Rza bu poemanı elə bir günahından qurtulmaq üçün, xristiyanlarda ki, günah çıxartma var, etiraf edib keşişə yüngülləşmək var. Rəsul Rza sanki bu şeiri, bu poemanı ona görə yazıb ki, etiraf eləsin günahlarını. Günahlarını deyəndə, yəni dostluğuna sədaqətli ola bilməməyin və ola bilməməyin də etirafı belədir ki, yəni bu mümkün deyil. Yəni o parçaları sizin üçün oxuyacağım. Mümkün deyil. Yəni şair düşünür ki, mümkün deyil. Heç cür mümkün deyildi Müşfiqin yanında ola bilmək. Müşfiqə dəstək ola bilmək, Dilbərə dəstək ola bilmək. Və mən Rəsulullah kimi bir şəxsin bu cür etirafını oxuyanda adam həqiqətən cılızlaşır, xırdalaşır, kiçilir, acizliyin əlində üzülür. Bu hissədə orta məktəb dərsində olan hissəni xatırlayaq, sonra dediyim kimi başqa məqamlara toxunacaq. Rəsulullah danışmağa başlayır və Müşfiqdən ilk dəfə tanış olduğu hissəni danışır. Deyir, biz onunla tanış olduq bir yaz səhəri gənc işçidə. Masanın yanına gəldi, əlini uzatdı Mikail Müşfiq, sonra əlavə etdi. Qoçaqsan, qafiyə tapsan, dedim, ağır olar böyük, afərin, afərin deyib, uğunub getdi. Bu qəribə gözlənilməz qafiyə. Mən ilk tanışlıqlar deyil, mən Bakıya təzə gəlmişdim. Hər şeyə bir şübhə ilə şəklə baxırdım. Kənd oğlu idi, rayon oğlu idi. Və gənc işçidə tanış olduq, deyir. Tanışdığımızda deyir ki, özünü təqdim edəndən sonra adına qafiyə tapılmasını istədi. Mən də deyir, tapdım. Elə bədahətən dedim ki, ağır olar bu iş, çox xoşuna gəldi. Bir nə bilək ki, elə günlər gələcək, yediyimiz, içdiyimiz ağ zəhər olacaq. Bəli, bu çox böyük bir etiraf. Bəli, o dövrün insanların yediyi, içdiyi ağ zəhər olur. Bu ağ zəhərin ən böyük ağrısı odur ki, insanların psixologiyasında elə bir travma qoyubdur ki, insanlar elə bir kişi ola bilməyib daha. İnsanlar mərd ola bilməyib daha. İnsanlar qorxaq böyüyüb. Necə ki, Cəlil Məmmədqulzadənin Məmməd Həsən əmisi var idi, Vəlisi var idi. Adamlar da elə bil ondan sonra biraz daha çox Məmməd Həsən əmi, biraz daha çox Vəli oldular. Sonra xatırlayır Müşfiqin şairliyini xatırlayır. Deyir, salon tutub durar Dalovlu misralar o məclisə tökəndə. Oxutar, oxutar, səni kim unudar? İndi bu sözləri ona desək yeri var. Səni kim unudar? Sonra başqa bir məqamı xatırlayır, onun başqa bir gecə düşüncəsi şeirindən bir parça deməsini deyir. Gözlərini yumardı, belə şakəli vardı, yəni adəti vardı. Oxuyardı əzbərdən bir kəlməsini çaşmadan. Heyran qalardı adam. İndi gecə düşüncəsi şeirini deyir. Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki, mənə elə gəldi ki, bizlərdən əvvəl nə göy, nə yer, nə torpaq olmuş, nə ağac dallarında bir yaşıl yarpaq olmuş. Beləcənə şeirini deyir, sonra bir qocanın bir dəfə şeir deyərkən onu oxutar şeirini, gəlib deməsini, quzaqlamasını, müşahidliyi, gözünün yaşarmasını xatırlayır. Sonra şair necə dostluq elədiklərini, nə işlər gördüklərini, İblis əsərini tərcümə elədiklərini və günlərin bir günündə Müşfiqin gəlmədi, xatırlayır. Deyir ki, Müşfiq gəl. Bu hissəni xüsusi oxumaq istəyirəm. O dövrün dəhşətlərini təsəvvür eləməyə mən bilən getirmir.
Deyir, sabah gəldi, o gəlmədi. Xilaf çıxdı mı vədəyə? Fincandakı çaydan burula-burula qalxan buxar kəsildi, o gəlmədi. Pəncərədən düşən işıq divardan indi döşəməyə, o gəlmədi. Sinəmdə ürək başladı üşüməyə. Gerçəkdən düşünürəm, yox, belə olur. 37-ci illərdə, o illərdə insanların sinəsində ürək üşüdü. Babamın da o dövrdə sürgün olduğunu gözümün qabağına gətirəndə təsəvvür edirəm ki, insanlar necə üşüyür. Babam, beləcə deyim, yəni bunu xatirələrdən eşitdiyimi deyirəm, yəni yaddaşlarım. Babam mənim Uran tutan oğlu. Deyirlər ki, fiziki cəhətdən çox güclü, qüvvətli adam olur. Heç minilməmişdir atı. Yanımdan belə gəlib at keçəndə yalından tutub belinə qalxarmış. O dövrün mükəmməl təhsilini alıb, tarixdə oxuyub. Həm fiziki güclü, həm zəka baxımından güclü bir adam. 5 günün, 3 gün içində tutub sürgün eləyəndə, yəni məhkəməsi olub sürgün eləyəndə, cəmaət gör adi sıradan olan, savad olmayan, fiziki gücü olmayan adamlar nələr yaşayıblar, yerdə qalanlar nətər qorxublar. O adamın, deyək ki, babamın ailəsinin nə zulümlər gördüyünü görəndən sonra gör adamlar özlərinə nə cür dərs çıxarıblar. Yəni, bu cür xalqın gözünə nətər sındırıblar. Adi bir kənddən birini gəlib, yəni kənd səviyyəsinə enib repressiyalardan məşğul olanda, bu repressiyanı görən xalqın gözü necə qırılıb və ürək üşüyüb. Ürəyin üşüməyə dəhşət. Bu yerdə deyim ki, Rəsulzanın şairliyinə söz ola bilməz. Düzdür, Rəsulza da şəxsiyyət olaraq sındırılmış, yəni 37 repressiyasından çıxmış bütün insanlar sındırılmış insanlar. Oradan sınmamış insan çıxmıyor. Sınmamış, yəni sınmış bir şairin istedadın, yəni fikir ifadə eləməsi, yəni bu qədər, gücü çatan qədər. Həqiqətən Rəsulza böyük şair. Sən Rəsulzanın heç siyasətə toxunmayan rənglər silsiləsinə baxanda, məsələn, onun nə qədər böyük şair olduğunu görürsən. Rəsulza həm də şeirdən elmi, şeirdən informasiyanı, şeirin deyək ki, bilgi ötürmə gücünü özündə birləşdirən, yəni yaradıcılığında birləşdirən, əks etdirən bir şair. Çünki şeir həm də nəsə ötürməlidir, nəsə verməlidir ki, məsələn, biz onun rənglər silsiləsində onu görürük. Məşhur əsərlərdən, rəsm əsərlərindən, misal çəkməsi, yəni müəyyən rənglərə bənzətməsi Rəsulzanın kifayət qədər bir ziyalı şəxsiyyət olduğunu göstərir. Amma dediyim kimi sındırılmış bir nəslin şairi, sındırılmış bir şair, belə deyim. Bir sinəmdə ürək başladı üşüməyə, o gəlmədi, fikirlərim partlaşdı. Oldu düyün-düyün, o gəlmədi, gözlərim qapıda qaldı, gözlədim bütün gün, o gəlmədi. Qaranlıqda qərq oldu qəlbimdəki ümid, gili, intizar. Bəli, qaranlıqda boğulub insanların içindəki ümidi, hər şey. Evinizə getmədim. Bu çox böyük bir etiraf. İnsanın o evinə getməyə cəsarəti yoxdur. Evinizə getmədim, buna nə ehtiyac var? Gecə yoxa çıxanları gündüz kim axtarardı? Gündüz heç kəsin axtarmağa gücü, qüvvəsi yox idi. O gəlmədi, demək gələ bilmədi. Bunu anlamaq çətin deyildi. Neçə-neçə ananın bir gecədə düz qamətə əyildi. Gedənlərin neçəsi axşam evində yatıb gecə getdi. Gedənlər bilir gedəndə necə getdi. Bircə anda yoldaşdan dönüb vətəndaş oldular. Cavanlar vardı ki, qaynar suya düşmüş çiçək kimi soldular. Qocalardan nə deyim, əydilər əyimi. Adam həqiqətən tüyləri biz oldu. O dövrün qorxusunu, ürküsünü, insanların həyəcanını. İnsanların təkcə genofonduna zərbə vurulmuşdu deyəndə, insanların sağlamlığına böyük zərbə vurulmuşdu. Yerdə qalanların içindəki qorxu, ürkü onların ürəyini infakt edir. O infaktlar nəsil boydu keçir. Bugün Azərbaycanda da ürək xəstəliyindən əziyyət çəkən 100 minlər.
Hamı bu ölkədə ürək xəstəsidir. Cavan, qoca görürsən ki, hamısı ürəkdən gedir. Hamısı onun nəticəsidir. Genimizə, genetikamıza oturuzdurublar o xəstəliyi. Ürək xəstəliyini bizə 37-dən bu xalqın geninə oturdublar. Burada bir şeirin, deməli, dostluq barədə Rəsulzanın oxunduğu bir məqam var. Sanki Rəsulza deyir ki, heç özüm də bu dostluqdan düzü ağ çıxa bilmədim. Deyir, dostluq var ki, tufanlar, fırtınalar onu yıxa bilmir. Dostluq var ki, zamanın sınağından çıxa bilmir. Dostluq müxtəlif olur, düşmənlik kimi. Dost var, ayrılmaz səndən, sümükdən ilik kimi. Dost var, adı dost, özü faiz küləyi. Bahar buludu kimi tez coşur, tez soyur, hər arzusu diləyi. Dostluq sanki bir ocaqdır. Gül olsa o da alovu, onu daha da kükrədər. Qəflətən qalxan külək. Gözünü kül örtmüşsə, alovu tüstüyə qarışıqdırsa, xəfif bir yerdən sönəcək. Poemada ümumiyyətlə çox dəyərli məqamlar var. Şair fəlsəfi düşüncələrini, hətta belə deyək ki, cəmiyyətin eybəcərliyinin elə hələ də davam elədiyini etiraf edir. Düzdür, arada Sovet hökumətinin gələcəyinə, yaxşı bir dövran olacağına inam ifadə eləyən fikirlər də var. Burada Rəsulzanı qınamaq olmur. Onu öyrə fikirsən ki, Rəsulza sındırılmış bir nəslin şairidir. Sovet hökumətinin özü də etiraf edir ki, ədəbiyyatı əlində dəyənək durub, başının üstündə Damokl qılıncı kimi durub, idarə eləyənlər idarə edirdi, ədəbiyyata istiqamət verirdi və ondan da qurtulmaq mümkün deyildi. Ona görə nə Rəsulzanı qınamaq olmur. Sadəcə adam ağrıyır, acıyır. Beləcə deyə bilərəm. Ağrıyıb, acıyır. Ayrı şey adamın ağlına gəlmir. Ki, ağrıyıb, acıyır. Burada həmən o müşfiqin gedir ki, gəlmir. Həmin hissədən daha bir gün təriflərdə verdiyimiz hissə var. Onu oxumaq istəyim. Günlər keçdi, ağır-ağır. Təşviş, nigaranlıq dolu. Bir qıl körpüydü sanki ömrün yolu. Anadan yeni olmuş kimi çırpınırdı ürək gecə qapı döyülsə. Anadan yeni olmuş kimi sakitləşirdi adam. Döyülən qapı onunki deyilsin. Yəni, bu cür qorxunun, ürkünün içərisində qapın döyüləndə ürəyindir, anadan olmuşda ürəyi necə çırpınarsa, elə o cür çırpınar. Sonra hiss eləyəndə ki, qoşun qapısıdır, deyir. Anadan yeni olmuş kimi sakitləşirdi adam. O günlərin təsvirini verilən daha bir hissəni oxuyum. Deyir, səndən nə gizlədim? O ağır gündən sonra doğrudur. Dostluğumuzu danmadım. Ancaq həm inandım, həm inanmadım. Uzun zaman qara şübhələr məni incitdi yaman. Lakin məntiqi nəticə birdə apardılar yəqin müqəssir. Rəsulzan bu etirafı həqiqətən dəhşətdir. Yəni, manqurtlaşmanın elə bir həddidir ki, şair Mikail Müşfiq, Hüseyin Cavid, Əhməd Cavadlar etiraf və bəraət alandan sonra belə yenə deyə bilmir ki, siz günahsız idi. Deyir ki, belə düşünürük ki, günahkarsınız. Yəni, insanlar o qədər manqurtlaşmışlar. Yəqin müqəssirdir. Bu nəticəyə gələndə mən bir səs qalxırdı sinəmdən. Bəs qüsuru nədir? Bəs cinayəti nədir? Bu cavabsız suallar indi də əziz bacım, duz basılmış yara kimi ürəyimi göynədir. Düşünürdüm mən də minlərdən başqası kimi. Müqəssir də əgər cəzasını çəkər. Bu nəticəyə gələndə mən bir səs qalxırdı sinəmdən, çəksin fəqət müqəssirdir əgər neçin xalq qabağında qurulmur məhkəməsi. Neçin 7 divar ardında saxlanır ədalət hökmü, həqiqət səsi. Min subut gətir, min dəlil, əqil kəsməyənə ürək inanan deyil. Xalqın gözündən iraq nə ədalət, nə haqq. Gündüz belə düşün gecələr, yormazmı beynini, qırmazmı iradəni fikirlər, düşüncələr. Doğrudur, ona namət şilləsi kimi vurulan imzalar içində mənim imzam olmadı. Burasını da çox da dəqiq bilmək olmur.
Çünki 38-ci ildə Yazıçılar İttifaqının sədri idi, səhv eləmirəmsə, Rəsul Zeyd. Və burada belə deyim, lap Rəsul Rızanın Müşahid Müşfiqin vətən xaini olmasında imzası olmuş olsa belə də qınamaq olmur ha. Rəsul Rıza deyir ki, mən necə oğlanlarımı vətən xaini damğası ilə yaşadım. Sonra bu poemada belə bir hissə var, belə yer var. Deyir ki, onların gününü niyə mən qara eləməliyim? Yəni o başa düşürdü. Təkcə 37 repressiyasından da asılmaq, güllələnmək, deyək ki, sürgün olunmaq təkcə yazıçının, şairin faciəsi deyil, onun ailəsinin faciəsi. Yəni hər kəs, mən yəni belə deyək də, insanlar istər-istəməz özünü müdafiə instinktinə keçib, çalışıb ki, vətən xaini kimi güllələnməsin, təkcə özü üçün yox, ailəsi üçün. O düşünür ki, mənim balalarımın başına nələr gələcək. Və bunlar hamısı balaları körpə olan şairlər olur ki, 1 yaşında heç Müşfiqin heç övladı da yox. Yəni bunlar nə edəcəklər? Qadınları, gənc qadınları həbs olunacaqdı, sürgünə gedəcəkdi. Nə bəlalar, nə qiyamətlər. Deyir ki, heç kəs imzalar içində mənim imzam olmadı. Yəni Müşfiqin vətən xaini olduğunu söyləyən, üzünə duran deyir adamların içində mən olmadım. Deyir, heç kəs məndən iltizam almadı. Lakin necə sakit deyim ki, səsim gəldikcə bağırmadım. Xalqa ədalətsiz bir hökmü pozmağa çağırmadım. İndi sakit deyirəm bu sözü, heç bilmirəm düzü. Bağırmaq olardım, sözsüz ki, bağıra bilmirəm. O dəqiqə Rəsul Rıza da Müşfiqin dalından gedəcək. Çığırmaq olardı mı? Bir zaman ki, Cəlladın əlini sıxıb, ədalətə qənim çıxıb, qanunları yumruğunda sıxıb, dövran sürürdü. Bir zaman ki, cinayətin qanlı ləpirlərini cinayət sürürdü. Bağırmaq olardı mı elə bir gündə? Bir gündə ki, xorənlər iş başındaydı. Ruhullalar zirzəmidə can üstündə. Bir zaman ki, yuxarıda pəncərələri qalın pərdəli otaqlarda damaqda Zalatoy Runat tüstülü qəlyan, qabaqda limonlu çay, bir də imza gözləyən ölüm qərarı yazılı varaq deyib gülürdü Səlim Petroviçlər, Taparıcılar, Markaryanlar, kefləri kök, damaqları çağ, aşağıda zirzəmidə Cuvarlı Dustaq, Anaşkin Dustaq, Seyid Hüseyin Dustaq, Cavad Dustaq. Yəni, onu öyle dedim ki, Rəsulca bir-birini az qala təksib edən fikirlər söylüyor. Gah deyir ki, gedib sizə günahkardır. Gah deyir, bəs günahkardırsa, niyə açıq-aşkar ittiham olunmadı, xalqdan gizli ittiham olunmadı. Gah deyir ki, mən sənin üzünə durmadım, bunu məndən istəmədilər. Sonra deyir, haqqını qorumadım. Sonra deyir, ümumiyyətlə, haqqı bağırmaq olardı mı? Yəni, elə bir zamanı idi ki, o zamanın dəhşətlərinin sözlə ifadə eləmək çətindir. Yəni, bizim indi onu təsəvvür eləməyimiz çətindir. Yəni, təsəvvür eləməyimiz ağla gətirmək mümkün deyil. Belə deyək ki, düzdür, zaman-zaman biz bu şeyləri həmişə yaşamışıq. Ki, istedadlı adamlar, azad düşüncəli adamlar həbsxanalarda çürüyüblər, ağzından atılıblar. Bu və ya digər formada repressiyaya məruz qalıblar. Amma o repressiyanın yerini heç nə verməz. Yenə deyirəm, o repressiya elə bir repressiya olubdur ki, o qorxu mülkü hələ xalqın ürəyində dağılır. O qorxunun özü bir mülk qurur. Sonra bir o məqamı, o dövrü, belə deyək, zamanı göz önündə canlandırmaq üçün daha bir hissəni oxumaq istəyirəm. Doğrudur, Müşfiqi apardılar deyib kitablarını ev-ev qaçırmadım. Şəklini, məktubunu cırmadım. Ancaq götürdüm onları ilk baxışda gözə görünə bilən qəfəsəsindən kitabxanamı gizlətdim. Göz yaşından möhürü çaylaq daşı kimi hamarlanmış köhnə çanamazında anamın. Bunları Rəsulda nə qədər düz deyil, biz onu bilənmərik, onu özü bilir, Allahı bilir. Çünki dediyim kimi, burada Rəsuldanı qınamaq da mümkün deyil. Amma məsələn, bir məsələni xüsusi vurğulamaq istəyirəm. Rəsulda heç vaxt Dilbərdən maraqlanır. Dilbər özü gəlib, qapını döyüb. Onların evinə gələnə qədər
Rəsul heç vaxt da Dilbərdən maraqlanmır. Bildik, Mikail Müşfiqi gülləliyiblər, Müşfiqi müdafiə eləmək, ona dost olduğunu etiraf eləmək, ortaya qoymaq mümkün değildi, sən də gedirdin. Amma illər keçib Müşfiqin, yəni bu əsər 57-60-cı illərdə yazılıb, yəni bu Stalin öləndən sonra, Mirzəfər Bağırov güllələnəndən sonra ki, artıq ədəbiyyata icazə verilmişdi bu mövzuya toxunmağa, şəxsiyyətə pərəstişi belə deyək, ifşa eləməyə. O yenə də Dilbər axtarmır. Dilbər özü gəlib çıxıb. Belə, bəli, biz romanımızın, yəni tariximizin ən qara səhifəsi. Yəni Sovet hökumətinin Azərbaycanın Sovetlər tərəfindən işğalı təkcə bir ölkənin işğalı demək deyil. Təkcə bir ölkənin işğalı demək deyil. Həm də ideologiyanın, təfəkkürün işğalı demək. Və bu çox ağırlı, acılı bir şey olur. Yəni insanın təfəkkürünü, başını işğal ediblər. İnsanı həm deyək, ideologiyanın işğalı bizim üçün çox acı olur. Həm də bu bir milli ideologiya olsaydı, yenə dərd yarı idi. Həm bizə Rusa pərəstiş eləməyə, həm də belə deyək ki, öz içimizdə bizə düşmən təqdim eləməyə, ölkənin ziyalısını, ağıllısını, zənginini, xalqa düşmən kimi sırmaq, xalqı qorxu içində saxlamaq, intellektual kəsimi, kökünü kəsmək. Mən buna kökünü kəsmək deyərəm. Yəni, əhalinin intellektual hissəsini təmiz kökünü qazıyıblar. Oradan, necə deyərlər, 5%, 3% qalıb. O 5%, 3% da elə qalıb ki, dediyim kimi, manqurtlaşıb, sabitcan olub. Yəni, sabitcan kimi insanlar. Yəni, bu da bilirik ki, Çingiz Aytmatovun əsərində. Bəli, qalan ziyalılar da sabitcan kimi olub. Əsər sərbəst ölçüdə yazılıb. Əslində, elə bir 7 hecalı bir şeir kimi yazılıb. Siz bilirsiniz ki, sərbəst şeirdə heca vəzinin xüsusiyyətləri özünü çox göstərir və bu şeirdə başdan ayağa elə bir 7 hecalı şeir kimi yazılıb. Amma sözsüz bir sərbəst şeirdir. Yəni, əsas ritim 7 hecanın üzərindədir. Repressiya mövzusunda ən gözəl əsərlərimizdən biridir. Burada Rəsulcanın həqiqətən istedadlı şair olmasını böyük rol olub. İnsan hisslərini, emosiyalarını əks elətdirmək baxımından çox belə fikirlərin mükəmməl verilməsi şahid oluruq. Burada əsərin orta məktəb dərsində çox kiçik bir hissəsinin verilməsi ilə razılaşa bilmirəm. Müasir dövrdə, yəni ciddi əsərlərdən biridir. Həqiqətən bu əsərin belə deyək ki, ixtisarla elə yerlərini seçib vermək olar ki, həm o dövrün təsəvvürümüzdə canlandırılmasına böyük töhfə verə bilər, həm də şeir dili, poeziya dili kimi çox mükəmməl bir əsərdir. Ümumiyyətlə, Rəsulcan yaradıcılığın bir başqadır. Və yəni ədəbiyyat adına, söz sənəti adına Rəsulcan əsərlərinin keçməkdə, xüsusilə 11-ci sinifdə böyük fayda var. Hətta düşünürəm ki, rənglərdən bir-iki şeirin orta məktəb dərsinin alınması çox deyək ki, yerinə düşərdi. Aşağı siniflərdən başlayaraq, 8-ci sinifdən başlayaraq, yəni rənglərdən 8-də, 9-da, məsələn, hər il birini salmaq çox gözəl olardı. O cümlədən də Rəsul bu Qızıl Cülum yaydı poemasını da böyük bir hissəsini. Biz həm deyirik, uşaqlarımız, şagirdlərimiz kitab oxumur, həm də ədəbiyyat dərsində şeirin, deməli, baxıram, 1, 2, 3 səhifə. Bu boyda poemadan 3 səhifə bir hissəni salıblar dərs deyə. Yəni, oradakı çox ciddi dediyim kimi, yəni poeziya baxımından, şeiriyyət baxımından güclü hissələr yoxdur. Həm də orada daha başqa, yəni dövrə zamana güclü tutmaq baxımından çox qəşəng hissələr var ki, o hissələrin verilməsi məqsədə uyğun olardı. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxunsa, mənim üçün nə mutlu.